Salam dəyərli izləyicilərim, cəmi 10 dəqiqəyə ləzzətli xırçıltılı qəlyanaltı hazırladım. İlk öncə ağ pendiri çəngəllə əzmişəm və üzərinə xırda doğranmış şüyüd və cəfərini əlavə edib qarışdırıram. Duzdan qətiyyən istifadə etmirəm, çünki pendir duzludur. Hazır lavaşdan istifadə etmişəm. Lavaşı 4 yerə böldüm və içlikdən qoyub gördüyünüz bu şəkildə bükürəm. Uç hissəsini də su ilə bərkidirəm ki, bişdiyi zaman açılmasın. Tavaya yağ əlavə edib hər iki tərəfini qızardıram. Hər iki tərəfi qızardıqdan sonra istəyə görə üzərinə sumaq da səpilib süfrəyə verilə bilər. Çox ləzzətli və xırçıltılıdır.